Allah mütəal buyurur ki, mən zülmü özümə haram eləmişəm. Ay bəndələrim, sizə də haram eləyirəm, qadağan eləyirəm, bir-birinizə zülm eləməyin. Zülm elə bir məsələdir ki, mütləq insanın özünə qayıdacaq. Tarix, bəşər bunu göstərməyib ki, bir nəfər zülm eləsin, amma zülmünün cəzasını görməsin. Bu mütləq. Rüstəm Zal eşitmişsiniz də tarixdə, böyük pəhləvan olub. Bunlar Zalın oğlanları idi, iki qardaş idilər, Rüstəm və İsfəndiyar. Bunlar öz aralarında həmişə güləşərdilər və həmişə İsfəndiyar Rüstəmə qəlibə çalardı. Bunlar böyümüşdülər, artıq pəhləvan olmuşdular, öz aralarında vuruşardılar. Yenə də İsfəndiyar Rüstəmə qələbə çalardı. Bir gün oturdu, düşündü ki, mən nə iş görüm ki, qardaşıma qələbə çalam, bacarmıram bundan. Bunların artıq aralarında bir düşmənçilik yaranıb, bir kin, ədavət yaranıb. Bu bir dənə ağacın budağını kəsdi, iki tərəfli ox düzəltdi ağacın budağından. Həmin oxla atdı, öz qardaşı İsfəndiyarın iki gözünü də kör elədi. İki haçalı ox düzəltdi, hər iki gözünü eyni zamanda vurdu, kör elədi. Kör eləyəndən sonra öz qardaşı İsfəndiyara qələbə çaldı. Atası Zal deyir ki, mən bilirəm bu oğlumun, o oğlumun gözlərini kör eləməyinin səbəbini. Çünki oğlum İsfəndiyar uşaq vaxtı bir ağacın budağı ilə qonşunun uşağının gözünü vurub deşmişdi, gözünü kör eləmişdi. Və o ağacı gətirib bastırmışdı həyətimizdə, o ağacın budağını. O budaq böyümüşdü, bu ağacdı. Həmin ağacdı ki, qardaşı onun budağından onun gözü için ox düzəltdi və gözlərini kör elədi. Tarix bu cür ibrətlərlə doludur əzizlərim. Yəni, dünyanın harasında olursa olsun. Bu günləri bir dənə zülm ağacı əkən varsa, o ağacla özü məhv olacaq. Bir dənə fitnə ocağı quran varsa, o fitnə ocağında özü yanacaq. Gec olacaq, amma mütləq olacaq. Çünki bu ilahi ədalətdir, ilahi sünnədir, dəyişmir.